Təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var. Birləşmiş Ştatların prezidenti Donald Trump belə deyib. O, Birləşmiş Ştatların artıq Qrenlandiya hərbi mövcudluğa sahib olduğunu vurğulayaraq daha çox əskəri bu bölgəyə göndərəcəyini istisna etməyib. Həmçinin bildirib ki, Qrenlandiyanın Birləşmiş Ştatlar ərazisi olması üçün NATO da bu məsələyə müdaxilə edə bilər. Qrenlandiya bizim üçün vacib məsələdir. Buradan marşrutlar birbaşa Asiyaya, Rusiyaya və bir çox başqa əraziyə gedir. Biz bununla bağlı razılaşma əldə etməliyik, ancaq Danimarka razı olmur. Əslində onlar Qrenlandiyadan çox uzaqda yerləşirlər və bununla heç bir əlaqələri yoxdur. 200 il əvvəl oraya bir gəmi gəlib və indi onlar Qrenlandiyada haqlarının olduğunu deyirlər. Düşünürəm ki, məhz bu səbəbdən NATO da bir şəkildə bu məsələyə qarışmalı ola bilər. Çünki bizə Qrenlandiya lazımdır. Burada artıq bir neçə bazamız və xeyli sayda əskərimiz var. Ola bilsin ki, getdikcə oraya daha çox əskər göndərilsin.